Saat 16 Azərbaycan televiziyasının efirində növbəti xəbər vaxtıdır. Studiyada sizi mən Lalə Məmmədova salamlayıram. Hər vaxtınız xeyir. Anonslar. Prezident İlham Əliyev ilə İran prezidenti Məsud Pezeşkiyan arasında telefon söhbəti oldu. Azərbaycan Silahlı Qüvvələri 107 ilini qeyd edir. Bakı, Gəncə, Xankəndi və Laçında hərbçilərin yürüşləri keçirildi. Avropa İttifaqı liderləri Brüsseldə bir araya gəldi. 2 günlük zirvə görüşündə mühüm qərarlar qəbul ediləcəkmi? Şimali Koreyadan Rusiyaya növbəti hərbi dəstək. Rəsmi Pxenyan Rusiyaya əlavə hərbi qüvvələr göndərə bilər. Çin şirkətləri Azərbaycanda 2,3 giqavat gücündə külək, günəş elektrik stansiyalarının inşasını planlaşdırır. Prezidentin mətbuat xidmətinin məlumatını diqqətinizə çatdırırıq. Bugün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan arasında telefon söhbəti olub. Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiyana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib. Məsud Pezeşkiyan başsağlığına görə təşəkkürünü bildirib. Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkiyanın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Prezident İlham Əliyev Məsud Pezeşkiyanı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə bir daha dəvət edib. Bugün Silahlı Qüvvələr günüdür. Yurdu bütöv, suverenliyi tam edən, bizə böyük zəfəri yaşadan ordunun günüdür bugün. Azərbaycan Silahlı Qüvvələri 107 ilini qeyd edir. Prezident İlham Əliyev sosial media hesablarında 26 iyun Silahlı Qüvvələr günü ilə bağlı paylaşım edib. Salam əskər! Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əskərdir, zabitdir. Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah, düşməni qovan da əskərdir, düşməni məhv edən də əskərdir. Eşq olsun bizim əskərlərimizə. Bax, belə ordu yaratmışıq biz. Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi Instagram səhifəsində 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə paylaşım edib, paylaşımda deyilir. Xalqımıza zəfər sevincini bəxş etmiş ordumuzla qürur duyuruq. Allah vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun. Bugün küçə və prospektlərdə fərqli ab-hava yaşandı. Silahlı Qüvvələr günü münasibəti ilə Bakı, Gəncə, Xankəndi və Laçında hərbçilərin yürüşləri təşkil olundu. Əllərdə bayraq, ürəklərdə qürur. Hər kəs bizə zəfəri bəxş edənləri izlədi. Yürüşdən görüntülər izləyək. Səhərin ilk saatlarında başlayan parad hazırlığı ilə birgə Bakıda oyanır. Sonuncu dəfə orkestr musiqi alətlərini sazlayır. Hər sırada intizam duyulur və budur, başlamaq üçün şəxsi heyətə start əmri verilir. Hərbi dəniz qüvvələrinin şəxsi heyəti Xəzərin gücünü bu yürüşə daşıyır. Bəmbəyaz formalarda irəliləyən bu əskərlər Azərbaycanın su sərhədlərini qoruyur.
107 yaşlı Azərbaycan Silahlı Qüvvələri bugün paytaxtın mərkəzindən keçir. Hər addımda zəfər izi duyulur. Hərbi orkestrin musiqisi ilə səsləşən bu addımlar həm tarix danışır, həm sabaha yol açır. Hərbi orkestrin sədaları altında bu ordu bizə sabahın güvənini, gələcəyin təminatını verir və bu səhnə nəinki bugünün, gələcək nəsillərin də yaddaşında qalacaq. Hərbi yürüyüş həm ordumuzun qüdrətini nümayiş etdirdi, həm də xalqın orduya olan sevgisini bir daha göstərdi. Küçə boyu toplaşan insanlar, əlində bayraq tutan uşaqlar, ayağa qalxıb əskərləri alqışlayan yaşlılar. Hər kəsin baxışında eyni duyğu var idi, qürur. Digər bir istiqamət isə şəhidlərə hörmət və ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanından başladı. Cənab Ali Başkomanda hər zaman ifadə edir, hansı texnik olur olsun, hansı mükəmməl texnik olur olsun, fərqi yoxdur. Əsas vətən sevgisi idi ki, məhz bu qalibiyyəti Azərbaycan ordusunun fərdlərinin vətənə olan sevgisi qazandırdı Azərbaycana. Xankəndində keçirilən yürüyüş isə Azərbaycanın ərazi bütövlüyü və birliyinə verilən güclü mesaj idi. Burada da hərbi orkestrin müşayiəti ilə birlikdə Azərbaycan ordusunun güc və hazırlığı nümayiş etdirildi. Müzəffər Ali Başkomandanımızın yetişdirdiyi, bax bugün Azad Xankəndimizdə qürurla irəliləyən, hərəkət edən ordumuz cəmi 44 günə 30 il boyunca işğal altında olan torpaqlarımızı öz azadlığına qovuşturdu və unikal hərbi əməliyyatlarla bayaq qeyd etdiyim kimi dünya hərb tarixinə yeni səhifə açdı. Bugün hərbi yürüyüşlərdə səslənən musiqi, dalğalanan bayraqlar, ayaq səsləri bir vətənin qürur simfoniyası idi. Əslində bir mesaj da ötürüldü. Azərbaycanın güclü ordusu var və bir yumruq kimi birləşib. Biz bu birliyə baxaraq sabaha inamla addımlayırıq. Azərbaycan elə bir dayanıqlı sülh istəyir ki, bu sülh ermənilər tərəfindən nə revanşla, nə də hər hansı mövqe dəyişməsi ilə pozula bilməsin. Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyev İspaniyanın aparıcı qəzetlərindən olan El Mundo'ya müsahibəsində belə deyib. Bildirib ki, sülhlə bağlı bütün maddələr razılaşdırılsa da sənədin imzalanmasına mane olan məsələ Ermənistan Konstitusiyasının sülh razılaşmasının məzmunu ilə ziddiyyət təşkil etməsidir. Ermənistan hökumətinin Konstitusiyanı dəyişməkdən imtina etməsi isə onun niyyətlərinin səmimiliyinə dair Azərbaycanda müəyyən şübhələr yaradır. Elçin Əmirbəyev müsahibədə Zəngəzur dəhlizi ilə bağlı da məsələyə toxunub, qeyd edib ki, Azərbaycan Ermənistanın 2020-ci ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin tərəfdarıdır. Yəni, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmamalıdır. Dünyanın müharibə gündəminə nəzər salacaq. İsrailin İrana qarşı hərbi əməliyyatları başlamasından bəri ən az 627 İranlı ölüb, 4870-dən çox insan yaralanıb. Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ən çox yaralanan və ölənlər Tehran və Kirmanşah sakinləridir. Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. Yenə də mülki şəxslər arasında itkilər var. Fələstin mediasının məlumatına əsasən anklavın müxtəlif ərazilərinə endirilən zərbələr 100-ə yaxın fələstinlinin həyatına son qoyub. 400-ə yaxın insan yaralanıb. Tələfat hallarının əksəriyyəti humanitar yardımın paylanıldığı məntəqələrdə qeydə alınıb. Qəzzanın qərbində Əl-Şatı qaçqın düşərgəsində də çadırların bombalanması nəticəsində 3'ü az yaşlı olmaqla 5 nəfər həlak olub.
Rusiya ilə Ukrayna arasında müharibənin 1219-cu günüdür. Cəbhənin bütün istiqamətlərində döyüşlər davam edərkən, Rusiya Müdafiə Nazirliyi ordunun Donetskdəki daha 2 yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb. Vəziyyətlə bağlı ən son məlumatları hazırda Moskvadan bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Zakir Musayevdən eşidəcək. Zakir, salamlayıram sizi. Buyurun. Bəli, hər vaxtınız xeyir. Rusiya-Ukrayna müharibəsi fonunda ümumiyyətlə cəbhə xəttində və elə beynəlxalq arenada da gərginlik davam edir. Son günlər xüsusilə Ukraynanın şimal-şərqində yerləşən Sumi vilayəti ətrafında intensiv döyüşlər diqqət çəkir və Ukrayna tərəfinin açıqlamasına görə Rusiya qoşunlarının bu istiqamətdə irəliləməyə cəhd etdiyi, lakin hücumun qarşısının alındığı bildirilir. Rusiya tərəfi isə bu barədə hələ ki geniş açıqlama verməyibdir, lakin Rusiya Müdafiə Nazirliyi cəbhənin digər istiqamətlərində, xüsusilə Donetsk və Xarkov bölgələrində Ukrayna mövqelərinə zərbələrin endirildiyini bəyan edibdir. Bildirilir ki, Rusiya aviasiyası və uzaq mənzilli artilleriyalar vasitəsilə strateji obyektlər hədəfə alınıbdır. Ukrayna isə bu zərbələrin mülki infrastruktura da ciddi ziyan vurduğunu bildirir. Digər tərəfdən Qərb ölkələrinin Ukraynaya dəstəyi də davam edir və NATO, cümlədən də Avropa İttifaqı tərəfindən Ukraynaya yeni hərbi yardım paketləri hazırlanır. Moskva isə bu yardımları kəskin şəkildə pisləyir və ümumiyyətlə NATO-nun şərq cinahındakı fəallığını təhlükə kimi qiymətləndirir. Rusiya rəsmiləri bildirirlər ki, bu cür hərəkətlər sülh perspektivlərini zəiflədir və münaqişənin daha da dərinləşdirir. Bütün bu proseslər fonunda isə Moskva siyasi mesajlarını həm daxilə, həm də beynəlxalq auditoriyaya yönəldir və Rusiya rəsmiləri xüsusilə Qərb ölkələrini münaqişəni uzatmaqda və sülh imkanlarını bloklamaqda ittiham edirlər. Bütün hallarda cəbhədə baş verənlər göstərir ki, qarşıdurma hələlik dayanmaq niyyətində deyil və Sumi vilayətindəki hücum cəhdlərinin də dəf olunması Ukraynanın müdafiə qabiliyyətini bir daha təsdiqləsə də Rusiyanın strateji planlarından da əl çəkmədiyi aydındır. Paralel olaraq Qərbin dəstəyi də davam edir və Rusiya isə öz mövqeyini sərtləşdirir və elə ekspertlərin də fikrincə müharibənin yaxın vaxtlarda sülh masasına keçməsi hələlik real görünmür. Belə Rusiya bürosundan çatdırmaq istədiklərim bunlardan ibarət idi. Söz yerində sizdədir. Mən sizə təşəkkür edirəm Zakir məlumatlarınız üçün. Bəli, Rusiya-Ukrayna cəbhəsindəki son vəziyyəti paytaxt Moskvadan xüsusi müxbirimiz Zakir Musayev birbaşa bağlantıda şərh etdi. Şimali Koreya Rusiyaya əlavə hərbi qüvvə göndərə bilər. Cənubi Koreya parlamentinin üzvü Lee Song-won Milli Kəşfiyyat Xidmətinə istinadən bu barədə məlumat yayıb. Onun sözlərinə görə Rusiya iyul-avqust aylarında Ukraynaya qarşı geniş miqyaslı hücum əməliyyatı keçirməyə hazırlaşır. Şimali Koreyanın məhz həmin tarixlərdə Rusiyaya müxtəlif qoşun növləri göndərəcəyi ehtimal edilir. Lee Song-won son zamanlar Rusiya rəsmilərinin Pxenyana səfəri fonunda Şimali Koreya ordusunda hərbçilər arasında seçim prosesinin keçirilməsinə diqqət çəkib. Rəsmi Pxenyan hərbi dəstəyin müqabilində Rusiyadan böyük ehtimalla peyk buraxılışları və raketlərin yönləndirilməsi sistemləri ilə bağlı texniki məsləhətlər alacaq deyə Lee Song-won əlavə edib. Brüsseldə Avropa İttifaqı liderlərinin 2 günlük sammiti keçirilir. Bu, Polşanın Avropa İttifaqı Şurasına sədrliyi altında keçirilən sonuncu zirvə görüşüdür. Gündəlikdə duran əsas məsələlər geoiqtisadi çağırışlar, təhlükəsizlik, Avropanın strateji rəqabətliliyi, müdafiə hazırlığı, xarici əlaqələr, Ukrayna və yaxın şərqdəki son proseslərlə bağlıdır. Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr zamanı sülh istiqamətində səylərin dəstəklənməsi, eləcə də Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılacaq. Yaxın şərqdəki vəziyyətə gəlincə isə sammit iştirakçılarının xüsusilə Qəzzadakı humanitar böhrana diqqət çəkəcəyi gözlənilir. Serbiyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Bu, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən hakimiyyəti dəyişdirmək üçün ölkə rəsmilərinə, dövlət institutlarına və polisə qarşı hücumlar planlaşdıran 6 nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq araşdırmasında onların Kralyevo şəhərindəki otellərin birində gizli görüş keçirərək çevrilişin planını müzakirə etdiyi məlum olub. Bildirilir ki, onlar siyasətçilərə qarşı hücumlar həyata keçirmək, polis əməkdaşlarını tərk silah etmək, hökumət binaları və dövlət institutlarını zəbt etmək, o cümlədən bir neçə media qurumunu hədəfə almaq niyyətində olublar. Saxlanılanlardan birinə məxsus tapanca və çox sayda patron, habelə digər şübhəliyə aid bir ədəd arbalet maddi sübut qismində götürülüb.
Çinin cənub-qərbində daşqının törətdiyi fəsadların miqyası genişlənib. Son məlumatlara görə Yüçou əyalətində təbii fəlakət 6 nəfərin ölümünə səbəb olub. Bir neçə şəhərdə infrastruktura ciddi ziyan dəyib. Nəqliyyatın hərəkəti iflici olub. Sakinlər köməksiz vəziyyətdə qalıb. Daşqınla əlaqədar bu həftə ərzində 80 mindən çox sakin təxliyə edilib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Bəzi əyalətlərdə yolların çökməsi, torpaq sürüşməsi riskləri ilə bağlı xəbərdarlıq edilib. Çindən daha bir xəbərimiz də var. Çin şirkətləri Azərbaycanda 2,3 giqavat gücündə külək, günəş elektrik stansiyalarının inşasını planlaşdırır. Bunu Energetika naziri Pərviz Şahbazov Çinin Ningbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclasında deyib. Bildirib ki, Azərbaycan-Çin tərəfdaşlığı yaşıl enerji dəhlizlərinin reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Yaşıl enerji interkonnektorları coğrafi baxımdan qeyri-bərabər paylanmış günəş və külək enerjisinin ehtiyac olan regionlara çatdırılmasına xidmət edir. İclas çərçivəsində Çinin Datang şirkəti ilə yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəd bərpa olunan enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək sahəsində əməkdaşlığı nəzərdə tutur. Azərbaycanda etnik və dini rəngarəngliyin qorunmasına yönələn dövlət siyasəti tolerantlığı daha da möhkəmləndirir. Bu fikirlər Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən müxtəliflikdə birlik dialoqda dinlərarası sədalar adlı tədbirdə səsləndirilib. Tədbirdə ölkəmizin dini azadlığın yüksək səviyyədə təmin olunması, bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılması yüksək qiymətləndirilib. ABŞ-dəki nüfuzlu Simon Wiesenthal Mərkəzinin sədr müavini Ravin Abraham Cooper Azərbaycanda qədim və zəngin tolerantlıq mühitinin şahidi olduğunu qeyd etdi. O, Azərbaycanın dini tolerantlıq modelinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini bildirib. Panel müzakirələrində ölkəmizin zəngin tolerantlıq ənənələrindən geniş bəhs olunub. Azərbaycanda çoxmillətli və dinlərarası harmoniyanın mövcudluğunu öyrənmək mənə çox xoş təsir etdi. Azərbaycanda dinlərarası harmoniya mövcuddur. Mənim üçün bu çox önəmlidir. Tədbir iştirakçılarının ortaq dəyərlərə diqqət yetirmələri mənə dərindən təsir etdi. Xüsusilə söylənən bir fikir yaddaşıma həkk olundu. Dini liderlər heç vaxt nifrətə yol vermir. Dinlərini nifrətdən uzaq tutmağa çalışırlar. Bu yanaşma məndə böyük hörmət oyatdı. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilir. Belə bir gündə Fransanın azadlığı uğrunda döyüşən Azərbaycanlılar da xatırlanıb. Fransadan xüsusi müxbirimiz Elzar Ağayev hazırda bizimlə birbaşa bağlantıdadır. Elzar, buyurun, eşidək siz efirdəsiz. Lalə, Fransadayıq, Parisdəyik və Parisdəki Azərbaycanın Mədəniyyət Mərkəzində möhtəşəm bir tədbir keçirildi bugün. Həm Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi, həm də bu vəsilə ilə Fransanın faşizmdən azad olunması uğrunda qəhrəmanlıqla döyüşmüş Azərbaycanlıların xatirəsi yad edildi. Deyim ki, Lalə, Fransanın azadlığı uğrunda döyüşən Azərbaycanlılar deyəndə ilk olaraq bizim gözümüzün qarşısına Əhmədiyyə Cəbrailov gəlir. Amma onun diqqətinizə çatdırım ki, Armed Mişel əslində o qəhrəmanlardan yalnız biridir. Fransanın faşizmdən azad edilməsində yüzlərlə Azərbaycanlının qəhrəmanlığı var. Bugün onlardan üçünün ailə üzvləri, yəni qəhrəmanlıqla vuruşmuş İdris Həşimovun nəvəsi, Xələf Hacıyevin oğlu, Əhmədiyyə Cəbrailovun nəvəsi bura dəvət olunmuşdu. Onların babalarının qəhrəmanlığı simasında Azərbaycanlıların Fransada göstərdiyi qəhrəmanlıqları haqqında məlumatlar verdilər və daha sonra isə onların babalarının vuruşması haqqında sertifikatlar və medallar təqdim olundu. Qeyd edim ki, burada vuruşmuş, həm məzarı burada olan, həm də vuruşmuş, amma daha sonra Azərbaycana qayıda bilmiş Azərbaycanlılarla bağlı araşdırmalar aparılır və onların sayının həddən artıq çox olduğu güman edilir və hazırda həm Azərbaycan səfirliyinin dəstəyi ilə, həm də yerli qeyri-hökumət təşkilatlarının qatqısı ilə bu şəxslərin kimliyinin müəyyən edilməsi ətrafında araşdırmalar davam edir. Parisdən hələlik bu qədər, Lalə. Axşam buraxılışında yəqin ki, bugünkü bu möhtəşəm tədbirlə bağlı sujet təqdim etməyə çalışacağıq. Söz sizdə.
Təşəkkür edirəm sizə Elzar. Parisdə Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbir haqda məlumatları xüsusi müxbirimiz Elzar Ağayevdən eşitdik. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib. 8 noyabr zəfərinin əhəmiyyəti Silahlı Qüvvələrin regionda sülh və təhlükəsizliyin təminindəki rolundan danışılıb. Bildirilib ki, 44 günlük vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu və ölkəmiz beynəlxalq arenada güclü siyasi və hərbi mövqeyini təsdiqlədi. Qeyd olunub ki, qələbə Azərbaycanın beynəlxalq nüfuzunu artırıb, Cənubi Qafqazda sülhün və sabitliyin əsas təminatçısı kimi rolunu gücləndirib. Sonda hərbi orkestrın ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Aldıqları yüksək təltifləri müxtəlif yollarla çalışırlar əllərindən. Biz təxir edirik ki, bizim zəfər bayrağımız artıq işğaldan azad etdiyimiz gücümüzlə, qüdrətimizlə, ordumuzun şücaəti ilə, cəsarəti ilə azad etdiyimiz torpaqlarda, Şuşada, Laçında, Xankəndində dalğalanır. Azərbaycan əskəri, Azərbaycan xalqı, Azərbaycan vətəndaşı Müzəffər Ali Başkomandanın hər bir əmrinə hər an hazırdır. Bayramımız mübarək olsun, bayramımız mübarək olsun, vətən! Müxtəlif kateqoriyalar veteranlarla görüşdü. Onlar xatirələri yada salırlar. O xatirələri, təcrübəni gənclərə ötürmək istəyirlər və bayramı xüsusi qeyd edirlər. Azərbaycan Respublikasının Ali Baş Komandanını xüsusi təbrik edirik. Çünki bu ordunun güclənməsində, ordunun bu nailiyyətləri qazanmasında Azərbaycan Respublikasının Ali Baş Komandanının müstəsna xidmətləri var. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 60 kiloqram narkotik vasitə aşkarlayıb. Belə ki, paytaxtın Sabunçu, Yasamal rayonlarında, eləcə də Yevlaxda keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan Şəhla Kərimova, onunla əlbir olan Əbəlfəz Şərifov, Babək Talıbov, Eyvaz Məmmədov və Çingiz İsmailov saxlanılıblar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları götürülüb. Saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. Sabirabadda ağır yol qəzası olub. Rayonun Nizami kəndində minik və yük avtomobilləri toqquşub. Nəticədə 3 nəfər dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində görkəmli Azərbaycan yazıcısı, dramaturq və kino xadimi Maksud İbrahimbəyovun 90 illik yubileyi münasibətilə yazıcının xatirə gecəsi keçirilib. Diasporlu İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən gecədə müəllifin eyni adlı hekayəsi əsasında hazırlanmış Püstə Ağacı monotamaşası nümayiş olunub. Püstə Ağacı əsəri əsasında hazırlanmış və Vaqif Əsədovun rejissoru olduğu eyni adlı monotamaşada müharibə illərində böyüyən bir uşağın gözü ilə təqdim olunan xatirələr yazıçının dərin humanist dünya görüşünü əks etdirir. Əsərdəki qəhrəmanı böyüyüb keçmişini xatırlayan oğlanı Azərbaycanın xalq artisti Fuad Osmanov canlandırırdı. Spektakl, который мы привезли по рассказу Maksud'a. Maksudun Püstə Ağacı hekayəsi əsasında hazırladığımız tamaşanı Moskvaya gətirmişik. Tamaşa bizim mərkəzdə istedadlı rejissor Vaqif Əsədovun quruluşunda və Azərbaycanın xalq artisti Fuad Osmanovun ifasında təqdim olunub. Düzü bu premyera deyil, çünki tamaşa artıq nümayiş olunub və hələ də insanlar ona gəlmək istəyir. Bu əsər çox güclü anti-müharibə mesajı daşıyır. Bu bir mono tamaşadır və Fuad Osmanov möhtəşəm təqdim edib. Hazırda Maksud İbrahimbəyovun 2 əsəri əsasında yeni tamaşa üzərində də iş gedir və ideyası müzakirə olunur. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Maksud İbrahimbəyovun 90 illiyi ilə bağlı ölkə daxilində və xaricdə silsilə tədbirlər keçirilir. Yazıçının əsərlərinin Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olduğu vurğulandı. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud yazıçının adını daşıyan Yaradıcılıq Mərkəzinin fəaliyyətindən söz açdı.
bildirdi ki, binada əsaslı təmir işləri aparılıb. Tədbir iştirakçıları Maqsud İbrahimbəyevin əsərlərinin yeni nəsilləri ruhlandırdığı Püstə ağacı əsəri əsasında hazırlanmış monotamaşanın da bu qəbildən olduğu vurğulandı. Bu tamaşa həm Vaqif Əsədov rəhmətli rejissorumuz, xalq artisti, onun yubileyinə də hazırlanmışdı. Həm də belə alınıb ki, bax, bugün 90 illikdə də burada olmayırıq. Maqsud İbrahimbəyevin həyat və yaradıcılığına həsr olmuş videoçarxlar da nümayiş etdirildi. Zakir Musayev, Azərbaycan Televiziyasının Rusiya bürosu, Moskva. İyunun 28-nədək ölkə ərazisində küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib. Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə küləyin güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, 28-33 dərəcə isti olacaq. Cənub-qərb küləyi mülayim, şimal-qərb küləyi ilə əvəzlənəcək. Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək, 36 dərəcə isti olacaq. Saatın əsas xəbərləri bunlar idi. Diqqətinizə görə minnətdaram. Özünüzü qoruyun. Görüşək.